Allahla öz aranı düzəlt, Allah səndən insanların arasını düzəldəcək. Sən özün xəbərin olmadan məhəbbətini qəlblərə salacaq. İnsan özünlə Allahın altında özünü düzəltsə, Allah onun məhəbbətini insanların qəlbinə salar və onu sevdirər insanlara. Burada deyir İmam Cavad əleyhissalam: "Və men ittaqallah ahabbahun nas." Deyir, hər kəs təqvalı olsa, Allah onu insanlara sevdirər. İnsanlar onu sevər. Və in kərihu. Hətta o sevənin özü təqvalı olmasa belə maraqlıdır. Görürsünüz, bəzi insanlar var, məsələn, şərab əhlidir, günah əhlidir. Görürsən, bir dənə təqvalı insan öyrəndə ağlayır. Özü təqvalı deyil, amma onu ağlayır, deyir. Yaxşı insan idi. Gözəl iş görürdü, gözəl xidmətləri vardı. Niyə? O ixlasla görmüşdü. İxlasla gördüyünə görə Allah Taala onun məhəbbətini insanların qəlbinə salmışdı. Deyir, çox pul xərcləmə, çox reklam lazım deyil. Yetər ki, sən özünlə, Allahla öz əlaqəni düzəldəsən. Bu kifayətdir ki, Allah səninlə insanların əlaqəsini düzəldər. Bu vacib məsələdir. Bundan görə qəflət eləməyək. Cümə namazlarının mahiyyəti nədir? Təqva, təqva, təqva. Bilirsiniz ki, cümə namazında 2 dənə xutbə var. Hər iki xutbənin əvvəlində bir dənə cümlə var. Usikum və nəfsi bi təqvallah. Özümü və sizi ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Cümə namazının mahiyyəti nədir? Deyir, sən təqvi yadına salacaqsan, gərək təqvalı olasan. Təqvadan qəflət eləməyəsən. Cavanlıq məstiyinə düşməyəsən, pul məstiyinə düşməyəsən. Nə olsun namaz qılırsan? Bəzi vaxt insan elə düşünür, mən namaz qıldım, hər şey həllidir. Yox. Ömər Sərd də namaz qılırdı, Şimr namaz qılırdı, Hərmələn namaz qılırdı. Namaz lazımlıdır, amma namazı qorumaq daha mühümdür.